Salam dostlar, sabahınız xeyir olsun. Serverdən hamını salamlayıram. Ümumiyyətlə bu gün bir şeyə qərar verdim ki, yəni Avropada yaşamaq deyə, yəni qürbətdə yaşamaq heç də asan şey deyildi, həqiqətən ha. İnsan bəzən tək olur, bəzən ailəni istəyirsən, bəzən sıxılırsan, bəzən söhbət eləməyə adam belə olmur. Amma bir zaman bir şey düşünürsən ki, mən pes eləməməliyəm, daha da irəli getməliyəm. O insanı motivasiya eləyir. Məsələn, çox insan görürəm ki, nə qədər insanlar var burada ki, ya bir çox başqa ölkələrdə görmüşəm, gəlir bir ay, 3 ay işləyirlər. Mənim özüm də başıma gəlib, o Avropada olanda da başıma gəlib. Tez gedib sıxılmışam, demişəm ki, artıq yox, qayıdıram, pes eləyirəm. Amma artıq bu Montenegroda, Serbiyada bu şeyləri öyrənmişəm ki, insan nə qədər sıxılırsa, pes eləməməlidir, heç vaxt pes eləməməlidir. Bəzən adam belə olmayacaq hatırından, həqiqətən doludur burada Azərbaycanlı. Sıxılmağa vaxtı olmur. Amma ki, yorulursan 14 saat, 13 saat kuryer həyatı, nə bilim, bir də görürsən maddi sıxıntı, o qədər problemlər olur ki, amma bir gün nəyi düşünürəm, hər şey olacaq. Bir gün, məsələn, bu gün çətinliyin, hər bir çətinliyin sonunda günəşli bir sabah var da. Ona görə sizə önərirəm ki, heç kim pes eləməsin. İnşallah hamıya uğurlar arzulayıram, daha da irəli getmək.